Fenolftalen tökürəm uşaqların adi su məhluluna. Fenolftalen indikatorda və əsasi mühiti təyin etmək istifadə olunur. Əsasi mühitə bilirik də moruğu rəngdir. Və bura natrium metalını daxil edirəm. Natrium bilirsiniz ki, hidroskopik metaldır. Su ilə şiddətli reaksiya edir. Baxın. Bu zaman reaksiya gedən zaman qələvi yarandığına görə avtomatik məhlul olur moruğu rəng. Yəni biz orada da gözümüzlə görürük ki, indikator vasitəsilə qələvi var. Bir də artıq qələvi. Reaksiya nəticəsində natrium su ilə reaksiya gedir. Bu zaman natrium hidroksid qələvisi və hidrogen qazı çıxır. Gördüyünüz o qaz hidrogen qazıdır. Baxın necə gedir. Adi şəraitdə biz bura yandırmadıq, qızdırmadıq. Adi şəraitdə reaksiya gedir. Çıxan qaz hidrogen qazıdır. Reaksiyanı yazıyorum. Bəli.